Mən Abdullayeva Gülbadə Əlqismət qızı. Mən demək istəyirəm burdan ki, mən bir neçə dırnaqarası jurnalistlərin şantajına məruz qaldım. Onlar əvvəl dəfələrlə bura mənim yanıma gəldilər ki, dost kimi özlərini göstərdilər. Mənim öz şəxsi həyatımın videolarının, mənim ailə içində olan videolarımla, mənim şəxsi şəkillərimlə, mənim övladımla istirahətdə olan şəkillərimlə mənim göstərərək məni dəfələrlə ki, bunları paylaşmaq istəyirlər. Bunları qızım mən qoymuram. Mən inandım. Mən kömək olaraq mən pullar verdim ki, yəni mənim hətta özlərinə də bildirdim ki, mənim şəxsi həyatım heç bir şəxsin ixtiyarı yoxdur mənim şəxsi şəkillərimlə, şəxsi mənim görüntülərimi paylaşa. Dedilər dəstək ol. Mən də dəstək oldum dəfələrlə. Bura gəldilər, pullar verdim, kartlarına pullar. Mənə dedilər ki, üzümü əməliyyat elə, məni gözəlləşdir, buramı yığ, üzümü dart. Dedim ki, problem yoxdur, nə istəsəz eləyərəm. Yəni mənim qapım hamınızın üzünə dedim açıqdır. Mən mərdimazar insan deyiləm. Və sonra biz bir rayonda olduq, bir yas mərasimində. Orada mənə şəkil göstərdilər, mənim şəkillərimi göstərdilər ki, bu şəkilləri vermək istəyirlər, paylaşmaq istəyirlər. Dedim, onun heç kəsə, hətta orada mən çox özümdən çıxdım, səhhətim pisləşdi, təzyiqim qalxdı ki, onun heç kimin ixtiyarı yoxdur. Mənim şəxsi ailə içimə girmisiniz siz. Kim göstərdi şəkilləri? Orada ifadə Cəfərzadə göstərdi mənə. Nə səbəb? Hardan əldə etdikləri məlum deyil, amma qarşılığında pul istədilər məndən. Bir dəfə 500 istədilər, 300 verdim, 250 verdim, nə bilim 201 verdim, 200 kartlarına bir atdım. Axırıncı dəfə mənə 1000 manat pul istədi. İlk dəfə o göstərəndə mənə dedi ki, bunları verəcək bu şəkilləri və pulu verəcək, daha silindi. Dedim, hə, yaxşı, nə olar ki? Ondan sonra təzədən deyir ki, ay kimdə qalıb, başqa bir adamda qalıb, qərəzli şəkildə mənlə danışdılar. Dedim, 1000 manat pul verin. Dedim, mən cinayətkar deyiləm, mən üzr istəyirəm, mən ailəli şəxsəm, mənim işimlə bağlı olan bir şey deyil bu. Mən indiyənə qədər hətta özlərinə zəng elədim ki, mənim işimlə bağlı nəsə deyirsiniz, mən bir dəfə sizi narahat eləmişəm, yox. Və yaxud kiməsə xahiş elətdirmişəm, yox. Ki, işimlə bağlı kim nə istəyir, bunun dövlətimiz var. Mən işləmirəm, cinayətkar deyiləm, bu boyda dövlət var, qayda var, qanun var. Yəni, mən nə iş görürəm ki, məni bu boyda abardırlar, əlimdə adam ölməyib, yəni və yaxud cinayət, heç bir mən cinayət işi görmürəm. Dövlətin hüququ qanunları var. Mən var. qanunla işləyirəm. Mən sadəcə bu mən axırıncı dəfə deyəndə ki, 1000 manat pul verin mənə. Mən onda coşdum ki, siz mən nə deyə 1000 manat alırsınız? Mənim elə yerdən qalxan, çatan, gələn, gedən deyir ki, 1000 manat pul ver bu şəkili. Hətta mənim ailəmdə də, qohum-əqrəbələrdə də problem yarandı ki, sənin nə şəklin var ki, sənin hardasan ki, sən nə işlə məşğulsan, bu pis görsəndə. Halbuki o şəkillər mənim oğlumla olan istirahət mərkəzində, yəni mənim olan şəkillərimdir. Mən oğlumla, ailə üzvlərimlə istədiyim geyinə də bilərəm, istədiyim kimi gəzə də bilərəm. Yəni sizin bunun hansı məqsədlə mən sığınıram, müraciət etmişəm, dövlətimiz var, qayda var, qanun var da xanım, yəni özbaşınalıq deyil ki, yəni bu absurddur. Hətta məni o qədər bezdirib bura gəldilər. Pul alırdılar, gedirdilər, hətta mən ona hədiyyələr belə alıb verirdim ki, mən insanlıq eləyirdim ki, mənim qapıma gəl, mənə qızım deyirsən ən azından. Yəni siz yaxın mənasında hədiyyələr alır. Mən bura gələndə, mən sizə qonaqlıqlar verəndə, mən sizin ciblərinizə pullar qoyanda, nə oldu? Onda mən qanuni həkim idim. Sonra mən bu intihara məni məcbur elədilər. Mən özümü öldürmək hətti, çünki mən oğul anasıyam mən. Gəldilər, başqa çöldə qonşularım da şahiddir, hətta burada pasientlərim də var şahid ki, bura gəlib nələyiq ifadələr işlətdilər. Təhqir elədilər, artıq əskiyi danışdılar. Mən çıxılmaz yolu bir dənə bildim ki, yəni utandım. Yəni ki, birdən o şəkili verərəm. Eləmişəm, dövlətimizə müraciət eləmişəm. Hal-hazırda iş Bakışəhər, Nəsimi rayon baş polis idarəsindədir. Yəni, mən inanıram ki, bu barədə tədbir görüləcək. Mən dövlətimə sığınıram. Çünki mən ağır xəsarəti aldım. Yəni, mən özüm ölümdən döndüm. Yəni, bunu da sonradan
fikirləşdilər, paylaşdılar ki, gəl mən ürək bulanma ilə getmişəm. Yəni mən ürək bulanma ilə getməmişəm, nə də mən dəli deyiləm, nə də mənim heç bir psixoloji problemim yoxdur. Sadəcə mənim psixologiyama çox pis təsir elədilər ki, mən o həddə çatdırdılar. Fatimə xanıma qarşı da oldu məsələlər. Yəni mən dedim eləmə Fatimə xanıma, dedim eləmə lazım. Yəni mən xahiş edirdim ki, Fatimə xanım eləmə ki, yəni aydı lazım. İndi də paylaşırlar ki, gəl bunlar mənim lisenziyam olmadığına görə bunları belə eləyirlər. Amma xeyr, mən işimlə bağlı heç bir narahatçılığım yoxdur. Mən işimlə bağlı nə özümə intihara cəhd etmədim, nə işimlə bağlı pullar verib toxunulmaz həyatımdan gedir. Yəni yenə deyirəm, mən Lənkəranda yas mərasimində idim onda. Mən onda çox pis hallara düşdüm ki, yəni bu mənim övladımla olan bir şeydir. Yəni mənim övladımla istirahətdə olan bir şeyəm. Mən ailə üzvüyəm. Siz nə deyə onu paylaşa bilərsiniz? Gülbadə xanım, açıq-saçıq şəkillər deyəndə ki, çimərlik paltarında olan şəkillərdir. Bəli, mənim evimdə, yəni mənim evimin içində, istirahət mərkəzində övladımla, ailə üzvlərimlə mən şəkillərimdir mənim. İstirahət mərkəzində insan necə geyimdə olur? Yəni hamımın normal. Dəniz qırağında, çimərlik paltarında hamı geyinir. Heç kəs şubada geyinib, paltoda geyinib oturmur. Siz eləcə çimərlik paltarında oturmuşsunuz, özünüz çəkiliş eləmişsiniz, bunları hardansa əldə eləyiblər. Bəli, xanım. Yəni yenə deyirəm, mənim işimlə bağlı bir şey, məsələ deyil bu. Yəni mən işimdən dolayı indiyənə qədər kimə müraciət eləmişəm ki, yəni mən o oynayan həkim kimi məni tanıdılar. İndi biri səhv idi, o yaxın podroqa Pərvin Abışova paylaşım elədik. Orada pasient inildiyərək orada bir prosedur eləmişik. Əməliyyat olmayıb, orada prosedur olmuşuq. Ki hal-hazırda burada bu cür şəraitdə əməliyyatlar edirik. O yəni absurd yalandır. Yəni o 4 il bundan qabaq olan videodur. Onu yəni durub bu cür başqa cür ki, hə biz güya buna görə eləmişik. Xeyr, mənim əlimdə faktlar var. Onların mənə şəkili atdığı görüntülər var. Onların mənə səslərim də var. Hətta onlara zəng eləmişəm. Verdiyim pullar var. Əlimdə verdiyim çeklərlə ödədiyim pullar var. Bəs onda məndən niyə görə o pulları alırdınız? Qanunla hərəkət edirdinizsə, əgər sizin işiniz lisensiyasız həkimi araşdırmaqdırsa, onda niyə məndən pullar alırdınız? Məqsədiniz nə idi? Mən məlumat verməyən durca belə coşmağınız. Mən bir çox insanlar tanıyıram ki, bir çox kosmetoloqlar tanıyıram. Onlar indi onların adını çəkə bilmərəm. Onlar özləri bilər. Amma mən çox adamlar, kosmetoloqlar, həkimlər, obyekt yerlərini tanıyıram ki, onlar bu üsullardan çox istifadə edirlər. Həmən şəxslər, ifadə tərbiyələr. Bəli. Yəni bu nə dərəcədə düzgündür? Özbaşınalıq deyil. Mən bir sahibkaram. Yəni sahibkara mane olmaq dövlətə xəyanət deməkdir. Yəni bu nə deməkdir? Yəni mən vergi ödəyicisiyəm. Mən bir problemim yoxdur. İndiyənə qədər gətirsinlər mənim bir dənə çıxartsınlar problemli pasiyentimi, danışdırsınlar görüm, varmı mənim elə problemim? Geri çəkilməyəcəm. Onlar mənə deyirlər ki, mən kimdir bunun arxasında duran? Mənim arxamda heç kim, Allahımdan başqa heç kim dayanmayıb. Mən bir səhv idi oldu, bir cəriməmi ödədim, qutardı getdim, mən qanunsuz bir fəaliyyət göstərmirəm. Mənim burada sığınacağım, güvənəcəyim dövlətimdir. Dövlətimə sığınıram. İnşallah qanuni tədbirlərini görəcəklər. Heç vaxt da yəni fikrimdən daşınmayacağam, heç elə bir fikrim də yoxdur. Axıra qədər də yəni mübarizəmi aparacağam. Gülbadə xanım, zəhmət olmasa, bax, oynayırsınız orada. Oynamağınızın səbəbi nə idi? Orada prosedur olub, pasiyentimizdə xal yandırma proseduru icra elədik. Çox qorxaq bir xanım idi. Mən çox yaxın bir xanım idi o xanım. Onu əyləndirmək məqsədindən, yəni orada nə bizim stilimiz pozulmayıb, nə və yaxud orada əməliyyat icra olunmayıb ki, deyək əməliyyat eləyirik, olmaz. Yəni öz yaxınımız, öz tanışımızın əyləndirmək məqsədindən olubdu. Orada ciddi bir şey. Həldə dövlət orqanlarımız var, gözəl qanunlarımız var, dövlətimiz var. Bu xanımlar haqqında ciddi ölçü götürürlər. Mən Fatimə Mahmudova, Gülbədə Abdullayevanın meneceriyəm. İfadə bir neçə dəfə gəlib bura. Müəyyən şəkillər göstərib, Gülbədə Abdullayeva da müəyyən. Əvvəl müştəri kimi gəlib.
Bəli. Sonra dostluğa çevirdi. Sonra dedi ki, başladı telefonda şəkillər göstərmək ki, bunları yaymaq istəyirlər, mən qoymuram, qarşısını alıram. Gülbadə xanım da dedi ki, niyə mənim evim, şəxsi işim sizə atırlar da? Dedi, hə, bilirlər ki, mən bura gəlmişəm, ona görə mənə deyirlər ki, mən səni çatdırım. Sonra 500 manat istədi, 300 manat, müəyyən məbləğin, bu alınan məbləğlər hansı formada istənib, o bir hüquq mühafizə orqanlarına müraciət eləmişik. O, mən də dövlətimə inanıram, dövlətimə güvənirəm, bilirəm ki, hüquqi tədbir görüləcək. Sonra axırıncı dəfə yenə də 1000 manat pul tələb eləyəndə Gülbadə xanım dedi ki, mənim heç kimə verəcək 1 manat pulum yoxdur. Üstündən 10 dəqiqə keçmədi, elə biz içəridən əslində çıxmadıq şöyle ki, çünki çıxıb onlara nə cavab verək, söyüş, təhqir. Yəni Azərbaycan qadınına yaraşmayan sözlər. Yəni mən Azərbaycan jurnalistikasını belə görmürəm. Nə də mən onları Azərbaycan jurnalistikasının nümayəndəsi kimi qəbul eləmirəm. Azərbaycan jurnalistikası hansısa cəmiyyət içərisində ağzından etik qaydalara uyğun olmayan söyüşlə, ifadələrlə danışırsa, mən o Azərbaycan jurnalistikası kimi ümumiyyətlə tanıya bilmərəm. Prosta olar Azərbaycan jurnalistikasının adından istifadə eləyərək gəlib olmazın xulqanlıq da qışqırmaq, bağırmaq, söyüş, təhqir, tənqid. Bunu eləm, indi görün mən nə edəcəm. Siz bizdən bir şikayət eləmisiniz. Görün indi biz nə edəcəyik. 300 manat bir tələb elədilər, 300 manat verildi. Təzən yenə 500 manat bir tələb olundu. Axırıncı dəfə 1000 manat tələb olundu. Bəli, pul tələb olundu. Sel Gülbadə xanım gəldi, ağladı. Dedi ki, mənim o şəxsi işimdir. Mənim evladım var. Siz bunu necə eləyə bilərlər mənə? Dedi, mən sənin yanına gəlmişəm ki, sənə kömək eləyim ki, eləməsinlər. İnandı onlara, belə dilə tutub pul aldılar ondan. Ücə axırıncı dəfə eyni şəkillə şantaj eləyəndə dedi, mən heç kimə pul vermirəm. Mən hüquq mühafizə orqanlarına müraciət, siz axı mənə demişdinizsə yaxın kimi, dost kimi gəlmişəm. Siz məndən başqa hərəkət edirsiniz. Başladılar. Səhhəti normallaşıb. Normallaşıb, o kritik vəziyyəti atlatdı. Yəni Semaşka xəstəxanasında da o yanlış məlumat verilmişdi. O da düzgün məlumat ictimaiyyətə çatdırıldı. Hal-hazırda normaldır vəziyyətdə. İşdə hüquq mühafizə orqanlarındadır. Mən də dövlətimə inanıram. Gülbadə xanım da dövlətimizə inanır. Biz hüquqi dövlətdə yaşayırıq. Mən hər zaman dövlətimdən fəxr eləmişəm. Yenə də fəxr eləyirəm. Yəqin ki, hüquqi tədbir görünəcək. Bu jurnalistika adından istifadə eləyib dələduzluq edənlərlə bağlı. Çox sağ ol. Gəlmişlər bura 3-4 dəfə, 2-3 dəfə gəliblər bura, bəli. Bilmişəm sözümü. Ancaq üzüm düşmür. Bir qışqır 4 nəfər idilər. Hündür gömbul qızlar idi. Siz görərsiniz, sən saç kesən olmusan, haçandan burada operasiya edən olmusan, cəmaatı alladırsınız, cəmaatı öldürürsünüz. Belə sözlərlə, qırğın qiyamətlə. Üstümə dedim, ay xanım qışqırma yenə binada yaşayanlar eşitdilərsiniz. Nə olub? Sonra gəldi bura, dedi nə olub? Bir belə saç kesən də haçandan bu. Dedi də bu sözləri dedilər, burada oldu, bu qısa çox oldu. Oturmuşdum, çıxdım, gördüm səs gəlir, bək səs gəlir, qışqırıq səsi gəlir. Çıxdım daşı buradan dedim ki, nə olub? Nə səs tüydü bu? Dedi buranı yalandan asıblar, polislərə pul verirlər, ora-bura pul verirlər, saç kesəndir. Bu nə bilir operasiya eləmək nədir? Siz hara baxırsınız? Dedim bizim nəyimizə gəlin? Mən dedim. Qayıtdım dedim, ancaq burada belə haydi sanmıyorum. Böyük binadır, neçə mərtəbəli binadır. Hamı ses sözü eşidir. Bir də bahalı maşın var idi, hündür maşın idi, qara maşın idi. Yəni daha ağızlarına gələn sözü dedilər ki, mən sögürdülər də ağzından çıxın bayırdan öz çıxmışdı, çıxın bayıra belə sözlər var. Ağızlarından çıxanı. Ya baxmırdılar, arvad var, kişi var, uşaq var, sözlərini deyirlər. Dedim lazım deyil belə eləmək. Bunlar pis olsa bir belə cəmaat gələr gedər bura. Siz bilmirsiniz, o saç kesəndir, saç kesəndir. Belə qışqıra, getmək qabaqdan maşına mində, məhəlləmizi də daşı çəkir. Oy, başladılar, mindən oy. Qalmışlaracan deyirdilər, bu sözəcən deyirdilər bunlar. Bunlar haçandan deyir burada operasiya eləyən olurlar. Qombol qızlar vardı, 2 dənə də arıq qız, 4 nəfər. Mənə kömək dedim, məsələn, nə köməkli, bu nə deməkdir, sessiz gördüm, yatmışdım, qaş düzəlmişəm, göz düzəlmişəm. Mən orada nə görmüşəm belə? Ha bu söz. Oldu Bir xanım. nə əcəb eləmirsən? Dedim mənim yaşım daha keçib, 69 yaşım var, mənə lazım.